Səidə xanımın zəngindən sonra özümü bir balaca qınadım. Qınadın? Niyə qınadım? Ki, xətrinə niyə? Tanıma, yadıma salmadın onu. Hə, niyə mən onu yadıma salmadım və mən niyə Səidə xanımı mənim illər öncə mənim üzərimdə əziyyəti olduğunu mən yadıma salmadım və mən niyə onun xətrinə dəymişəm və düzdür, öz aramızda bacı, sən də mənim xətrimə dəymişdin. Amma çatlayın, patlayın, yanın, ölün. Oy. Yəni olmadı heç. İndi azıq verərsən, baxma. Yəni olmadı da, yəni. Yaxşı görüm, İstədiyiniz heç bir şey olmadı. Hələ sürprizlər qabaqdadır. Bir də bayaqlam sən sözün yarımçıq qaldı ki, bizi özümüz boyda nəsə göndərəcəksən ora. Onu mən unutmamışam. O gül deyir, mən özümüz boyda deyəndə o qəşəng bir gül. Amma Pulman, mən bilsən niyə istəyirəm? Çünki mən səni də bilirəm, onu az vaxt tanıyıram. Amma mərdliyini bilirəm. Səidə bacı, sana bir qazan doyuğa pişirib gətirəcəm. İniliyə sən deyək doyuğa pişirdin, elə belə gözə gəldin, elə $200 belə getdi, $500 deyək aldın indi belə. O doyuğadan birini pişir bizə göndərir, Əksana. Göndərəcəm. Heç bir problem yoxdur. Mən bir söz deyim. Deyir ki, çəkişməsən, bərkişməsən. Amma yenə də deyirəm, Səidə xanım çox sağ ol ki... Humanist attım idi, hər şey yadıma saldı. Yəni 15 il, 10 il bundan qabaq olan söhbətdir. Bəli, ona görə özümü bir balaca qınadım ki...